Salam əziz izləyicilər. Bugünkü dərsimiz qısa dərsimizdə mən çalışacağım sizə yeni bir modul, yəni alət haqqında göstərdim. Bu yeni deyil, daha doğrusu mənim videolarım arasında yenidir. Və burada yığın layihədə birləşdirmə və asıllıq deməli alətlərinin bir yerdə olan variantı, bax burada göstər yığımdır, bu rus dilində zborkadır. Onu mən göstərəcəm. Burada neçə element var. Biri karkas dediyim, bax bu elementdir. Deməli modeldir. Bu sonra bax burada da deməli bir, bax budur, fanerdir, üst fanerdir, yan fanerdir. Bunları mən göstərəcəm sizə, o yığım prosesini göstərməyəcəm, bunu necə yığmışam. Ancaq birləşdirmə prosesində onların birləşdirməsi qaydalarını sizə göstərəcəm. Ona görə də mən yeni bir zborka açıram burada. Burada deməli bunu mən buradan deməli zborka qoy, buradan çıxaq. Bu nəsə dəyişmək istəmir. Buradan görüm. Burada zborkadır. Bu nəsə dəyişmək istəmir. Ben burada zborkadır. Layihələndirmə bax, burada yuxarıda var. O maneçə eləyir mənə göstərməyə, bax buradan. Deməli burada yığım layihə açıram. Elə qoy qalsın, bu zborka bir, bunu saxlayan deyiləm. Deməli bura gətirirəm bu dediyim elementləri. Bax burada göstərirəm layihələndirdiyim deməli bölmədə. Bax buradadır, yeni bir layihədir. O yığım budur. Bax görsünüz bir yerdədir. Mən indi bax bu 3 dənə elementi gətirməliyim ora ki, orada mən onları bir yerə yığa bilim. Deməli bax burada göstərirəm. Bax belə bu formada. Bu karkasdır. Karkas nəydən ibarətdir? Bax bunu mən deməli OK düyməsini basıram. Bu yaddaşa düşməlidir burada. Ben burada düşməli görsək gəlmədi. Deməli mən buradan təzədən götürməliyəm. Bax bunu gətirməliyəm, qoymalıyam bura. Bax belə. Sonra bax bunu deməli bunu deməli üst bura daxil olan elementlərdir. Təzədən getirirəm bura, bax burada üst fanerdir. Bunu getirirəm. İndi onu necə göndərirəm mənə lazım olan formada. Bax bu koordinat oxlarını görürsünüz. Mən indi bunun üstünə qoymalıyam bura. Onun üçün mən burada bunu Y-ə nəzərən bunu çöndərirəm. Sağ düyməni basıram, deyir vakruk 90 deməli Y oxunun ətrafında 90 dərəcə. Bax belə dönür. İndi X oxunun ətrafında 90 dərəcə çöndərirəm. Bax bu formada qoyuram bura. İndi bu çıxdım. İndi yana, bax bu yan hissəsini hazırladığımı getirirəm bura. Deməli bunlar da bax budur. Yan tərəf. Deməli getirirəm bax bura. Bunu da bu tərəflərə qoymalıyam. Ona görə də Y oxu ətrafında 90 dərəcə döndərirəm. Qoyuram birini bura, birini də bura. Əgər lazım olsaydı mən belə də çöndərirdim. Bunun iki tərəfdə eyni materialı olduğuna görə onu mən belə qoydum. Bir dənə deməli element olduğuna görə. İndi mənə əsas maraqlandırmır ki, məsələn burada elementlər hamısı buradadır, yoxsa yox. İndi mən onu başqa türdə gətirə bilərdim. Mənə lazımdır ki, bunu sizə göstərim, nümayiş etdim ki, bu üst hissəsinə nətər qoymaq lazımdır. Bunu bu alətlərdən də istifadə edə bilərəm, amma mən bir dənə deməli onu cəmləşdirən alət bax buradadır. Bax burada. Bunu vururam. Bax burada seçirəm mən variantlar. Avtomatik də var.
Burada bax bu mənə lazımdır bu. Совмещение, zapadliso. Zapadliso yəni bu qırağını göstərməkdədir. Mən bunu götürürəm. İndi mən bunu götürməliyəm. Bunu götürürəm. İndi hara qoymalıyam onu bura. Vururam bura. İndi mən burada nə qədər məsafədir burada görsünüz. Burada yazır burada. Neçə millimetr mən çəkməliyəm o tərəfə. Mənə o lazımdır. Mən burada davam edirəm. Vururam bunu. İndi mənə lazımdır. Bax bunun bu hissəsini, bax bura hissəsini. Deməli, bax, bura vuram. Vurdum bura. İndi bunu da qəbul edirəm. Sonra götürürəm, bax, bunun qırağını, bax, bu hissəni. Bax, siz ona fikir verməyin ki, bax, burada göstərir. Vurur bu hansı tərəfini. Bir də, bax, bura. Vurdum bura. Qəbul elədim. İndi baxın, Yusuf gəldi, oturdu bu dəqiq bunun üstünə. Bundan çıxdım, qəbul edirəm. Bax, buradan qəbul elədim. Bu oldu, bura düşdü bura. İndi götürürəm bunu. Mən bunu o tərəfindən, bu üzündən götürməliyəm, o tərəfə qoymalıyam. Opsi tərəfindən də bu üzə qoymalıyam. Yəni, onun üçün mən bunu çöndərirəm. Deməli, götürürəm yenə də burada, bunlara dəymirəm. Mənim bunlarla istifadə elədiyim videoda var. Göstərmişəm, orada baxa bilərsiniz. Birləşdirmə və asıllıq alətləri. Bunu götürürəm, bunu. Götürürəm, bax, buradan vururam bura. Deməli, söndərirəm bunu, gətirirəm bax bu üzə, vurdum bura. Bunu bir əməliyyatı qəbul elədim. İndi mən buradan, bax buradan, deməli, zapadliso, bax bunu vurmalıyam. Bunu vururam, göstərirəm hansı ucuna, bax burayla, bax burayla, deməli, bax bu tərəfə. Vururam bura, qəbul elədik birində. İndi yenə də o davam eləyirəmsə, dəyişdirmirəmsə mən əməliyyatı. Yenə davam edə bilərəm. Bax, vururam bunu, deməli, başa düşür şey. Bax, vururam, deməli, bax, bunun tutaq ki, bax, bu hissəsini. İndi o burada 5 millimetrdir bunun qalınlığı. 5 millimetr burada fərq eləməlidir. Ona görə də, bax, mən götürməliyəm, bax, bu tərəf. Bu hissəni onu da götürüm. Bax, buranı götürməliyəm, bax, buranı. Qəbul elədim, düşdü bura. Bunu da qəbul elədik. Bax, indi oturdu bura, görürsünüz. İndi burada bir məsələ var ki, bax, bu ucuca olmalıdır. Getməlidir bunun arxasına. Onu, gərək bunun üstündə onu götürərdim. İndi mən əsas əməliyyatı, əsas mahiyyəti göstərmək istəyirəm sizə. Deməli, bunu ölçülə, bu 5 millimetrdir, bunu 5 millimetr artıra bilərəm. 2 millimetr yarım bura, 2 millimetr yarım o tərəfə. Onu da problem deyil. İndi mən buradan götürürəm, yenə də bu əməliyyatı, bax, buradan. Götürürəm, bax, bu üzünü, bu üz hissəsini götürüb aparır, özü ilə aparır, kursorun ucunda. Siz ona əhəmiyyət verməyin. Bu deməli, bax, bu üzə vururam, gətirdi bax, bu üzə. Deməli, 0 millimetr onu göstərdi ki, oturdu bunun üzünə. Əgər ara məsafəsi vermək üçün, ya minus ya plus verməliyəm bura. Qəbul elədim bunu. İndi mən burada dəyişirəm əməliyyatı. Getirəm, yenə də. Bax, ya bundan eləməliyəm. Bax, götürüb ucu oturub. Ya da ki, buna nəzərən, ya da ki, bura nəzərən eləməliyəm. Burada gələcək, bax, zapadliso, совмещение zapadliso. Göstərirəm, deməli, bax, buranı, haranı göstərməliyəm, bax, buranı, bir də buranı. Götürüb gəldi. Deməli, burada bu bitmək prosesini göstərdir. Amma burada mən davam eləyəndə, bax, plus davam edirəm. O üstə gəl işarəsini vururam. Sonra buranı vururam, əməliyyatı yenə davam edirəm. Gətirirəm, bax, bunun üstünə, bax, tutaq ki, bax, bura. Qəbul elədim. Oturdu. Baxın, oturdu, gördünüz. İndi burada bir məsələ var, bax, burada görürsünüz, bu ölçü bundan fərqlidir. İndi bunun arxa tərəfinə baxaq. Bax, arxa tərəfə. Görürsünüz, buradan çıxıbdır, burada fərqlidir. Əsas mahiyyəti onu göstərmir ki, nədir oturdurmaq lazımdır. O, fərqi aradan qaldırmaq üçün gərək 5 millimetrdə bunun ölçüsünü artıram, bax, bunun. Bunu açmaq üçün gərək belə açıram burada ayrıca pəncərədə. Bax, burada 2 dənə var, bax, burada görürsünüz. Baxın. Görürsünüz ki, burada deməli bu ölçüləri. Bunu 2 dəfə vuranda, bax, burada 500
millimetrli 505 millimetr eləməliyəm. Bax, görürsünüz? Bura bax. İndi baxın. 505 millimetr. Vurdum. 505. Qəbul elədim. İndi baxırıq, giririk bura avtomatik olaraq bu yığmada bax bu işləyir. Deməli, bax görürsünüz, gəldi oturdu bu dəqiq bura. Deməli, bunu qaldırdım, bunun ölçüsündə elədim. İndi bu tərəfə baxırıq, harada bizim xətamız var. Və burada, görürsünüz, bu tərəfə verməliyəm mən indi o əməliyyatı. Deməli ki, yenə də gedirəm bura. Və bu ikinci əməliyyat, bax budur. Vurdum bura. İndi burada görürsünüz, burada yenə də üstdədir. Ona görə də mən bu tərəfə verməliyəm. Atmen eləyirəm. İndi burada, bax bunu artırmalıyam. Bəri tərəfə. İndi görək orada nə qədərdir fərq. Bax, burada fərqi göstərmir. Burada yoxlama var. Yoxlama, deməli, ölçüləri yoxlama. Bax, burada mən götürəm burayla, bax, bu ucu, bax, bu ucun səthini görüm nə qədərdir? 30 millimetr. Deməli, 30 millimetr onu artırmalıyam bəri tərəfə. Onun üçün mən bunu 2 dəfə vururam bunun üstündə. Bax, burada götürürəm, artırma var burada, bax, burada. Deməli, 30 millimetr, bax, bununla. Çəkirəm bura. Bax, burada 40'dır. İndi mən bunu edirəm 30 millimetr. O problem deyil. O çox asandır. Deməli, olmasaydı, dəqiq olsaydı, əvvəlcədən onu eləməzdim. Bax, burada demək 30 millimetr vurdum, qəbul elədim. İndi buradan çıxdım. Gəlirik bura, zborkaya, baxıram. Görürsünüz, nə qədər dəqiq gəldi, oturdu bura. Sonra da bunlar eyni olduğuna görə burada da şey oldu. İndi burada məsələ buradadır ki, mən bunu əvvəlcədən qoymuşam. Bax, burada görsən 5 millimetr düşüb aşağı. İndi alta baxıram, o dəyişməliyəm onu mən. Və burada baxıram, deməli, burada düzdür. Düz oturubdur bura. İndi bunun arxa tərəfinə baxıram, bax bura. Baxıram, görün, burada fərq yox, düzdür. Deməli, burada 5 millimetr, bax, bunun üstündədir. Burada da elə olmalıdır. Mən buranı bağlayıramsa əgər, onda 5 millimetr mən nəzərə almalıyam burada. İndi bura baxırıq. Bax, burada oturub, amma burada oturmur. Deməli, burada ölçüdə fərq var. Bu düzdür. Bir dənə bax bunda. Bunu açıram. Bax, belə. Deməli, bax, burada mən 5 millimetr buna verirəm yuxarı hissəyə. Bax, bura. Deməli, bax, bura. Deməli, verirəm ölçü. Deməli, bura verirəm. Bax, bunu çəkirəm. Burada yazılan 5 millimetr. Hansında xəta varsa onu düzəldirik. Deməli, 5. Qəbul elədim. İndi gedək yığmaya. Bax, yığmamız biz budur. Baxıq. Görürsünüz, dəqiq oturdu bura. Bax, belə. İndi bu modulda, yəni bu deyim də sizə, bu aləti də siz öyrənə bildiniz. Burada yığım, deməli, layihədə. Və bunu mən sizə göstərmək istəyirdim. Diqqətinizə görə sağ olun. Gələn video dərslərimizdə sizinlə görüşmək ümidi ilə salamat qalın.